Bugün heç ürək açıcı video ilə qarşınızda deyiləm. Heç yaxşı xəbərlə gəlməmişəm. Həmişə ürək açan videolar paylaşmışam. Həmişə yaxşı videolar paylaşmışam. Prosta bunu da paylaşmağı özümə borc bildim. Çünki həmişə mənim yanımda olmusunuz, həmişə mənə dəstək olmusunuz. Biz bir ailəyik. İstədim bunu sizinlə bölüşüm. Çünki neçə vaxt burada olmayacağım. Yəni xəstəxanada olacağım. Bilmirəm bunu sizə necə deyim, necə deyilər bu. Artıq dostlar, Xan aramızda yoxdur. 10 gün olar ki, bətnimdə dünyasını dəyişib və bundan xəbərim olmuyor. Neçə vaxtı özümü narahat hiss edirdim. Həkimlə danışdım. Bədənimdə dəraltı səpkilər yaranmağa başladı. Başım gicəllənməyə, ürəyim bulanmağa başladı. Əslində həmişə 3 ayına qədər olurdu, yəni bu hallar. Sən demə, bətnimdə uşaq dünyasını dəyişib. Mənim də xəbərim olmuyor. Və bugün öyrəndim. Yəni yaxşı xəbərlər gözləyirdim, amma əslində yaxşı xəbərlər almağa getmişdim, amma çox heyf. Çox təəssüflər olsun ki, yaxşı xəbərlər ala bilmədim. Yəni həkimin qəbuluna çox gec düşdüm, yəni UZI qəbuluna çox gec düşdüm. Yəni Allah istədi ki, bugün UZI'yə düşə bildim. Yoxsa yəni biraz gec öyrənsək daha da pis ola bilərdi. Günlərə doktor sağ olsun, dedi bugün gəl, yoxsa hələ biraz da gecikdirəcəkdim. Yəni biraz gec gedəcəkdim. Əgər biraz da gec getsəydim, qarşınızda olmaya bilərdim. Sabah inşallah xəstəxanada yatmalıyam. İnşallah dua edin, hər şey yaxşı olsun. Mən də övladım üçün güclü olmaq məcburiyyətindəyəm, güclü olmalıyam. Melis üçün inşallah hər şey yaxşı olar. Qismət. Allah böyükdür. Yəni qıraqdan təsəlli falan verənlər çoxdur. Hamı deyir belə elə. Yaxşı olacaq. Dünyanın axırı deyil. Düzələcək. Amma istər-istəməz onu mən tam başa düşə bilmirəm. Yəni bu fikirlə də çox razılaşa bilmirəm. İnanın Allaha, hamı deyir ki, yaxşı olacaq, hər şey yaxşı olacaq, belə elə. Yəni hamı təsəlli verir, hamı kənardan danışır. Allah canlarını sağ eləsin. Amma inanın Allaha, əlimdən bu qədər gəlir. Yəni bundan artıq güclü olmaq nəyə deyirlər bilmirəm. İnşallah Allah səbir versin. Hələ bizdə mənim bətnimdə idi, bu qədər canıb, bu qədər yanır. Görün hələ böyük övladlarını itirən analar necə acı çəkir. Allah hər birinə səbir versin. Allah hər birinin köməyi olsun. İnşallah ki, Allahın izni ilə dualarınızı edin. Yəni mənim də bir övladım var. Ona görə məcburam ki, güclü olum, ayağa durum, hər şey yaxşı olsun. Allah böyükdür, inşallah hər şey yaxşı olar. Allahın məsləhətinə şükür, Allaha min şükür. Siz də çoxlu dua edin. Sabah inşallah xəstəxanada olacağım. Narahat olanlar var, istədim ki, biləsiniz. Çünki Instagramda, YouTube'da, TikTok'da hədsiz çox mesaj yazırsınız. Hədsiz çox soruşursunuz. Bugün bilirdiniz, UZI'yə gedəcəm. Çox sağ olun ki, hər biriniz maraqlanırsınız, yazırsınız. Bugün xəstəxanada hətta yanımda xanımlar var idi ki, onlar da həqiqətən izləyicilərim çox yaxşı insanlar idi. Onlarla da heç bu problemi bilmirdim. Onlarla da söhbət elədik. İnanırsınız, səhər tezdəndən xəstəxanaya getdim. Tezdəndən hardasa saat 10 olardı belə. UZI'ni gözləyirdim. 45-ci növbə idi məndə. Axşam saat 5'ə, 5'in yarısıya 5'ə işləmiş
uziyə düşdüm. Əslində doktor deyir ki, get sabah gəl. Mənim rahat olmağım üçün. Dedim, yox. Dünən tacirə dedim ki, tacir bir ki, uşaq tərpənmir də, yəni tam olaraq hiss edə bilmirəm. Onun neçə vaxt öncə də deyirdim ki, ancaq ürəyim bulanır, başım gicəllənir. Baldızım da mənə deyir ki, Səadət 3 ay tamam olub da, yəqin ki, nəsə bir problem yaranıb. Deyirdim, yox, nə problem olacaq. Daha sonra qızlar, bu problem çıxdı. Yaxşı ki, doktora qulaq asıb, hələ biraz tez getdim xəstəxanaya. Yoxsa dediyim kimi, qarşınızda olmaya bilərdim. Allah hər birimizə kömək olsun. Allah hər birimizə səbir versin inşallah. Allah heç kimin başına gətirməsin.